Məsələ burasındadır ki, İranın anayasasında Azərbaycan cəmiyyəti, ümumiyyətlə bir çox cəmiyyətlər ki, İranda var, çox saylı, çox milyonlu cəmiyyətlərdən söhbət gedir təbii ki, az saylı cəmiyyətlərdən söhbət getmir. Öz ana dilində yazıb oxumağa məktəblərdə, universitetlərdə haqları var. Aydındır. Və say çoxluğunu nəzərə alaraq İranda, hətta bizim milli bir televiziya, yəni İran səviyyəsində Azərbaycan türkçəsində danışan bir milli televiziya sahibi olmağı da ixtiyarımız var, anayasaya əsasən. Amma nədənsə Pezeşkiyan dövlət layihəsi kimi bunu qəbul edib icraya göndərəndə bunun qarşısı alınır. Üstəlik, Pezeşkiyan bu layihəni qəbul edib icraya göndərməkdənsə Milli Məclisə yenə də göndərir. Bildiniz necə? Yəni, mexanizm yanlışdır. Məsələn, ölkə prezidenti çox sadə bir şəkildə anayasada var olan hər hansı bir qanunla bağlı sərəncam verə bilər, fərman verə bilər. Elə deyilmi? Bunu da yenidən Milli Məclisə göndərmənin nə adı var? Sizcə Pezeşkiyan bunu edə bilmir, yoxsa etmək istəyir? Mənə elə gəlir ki, hər ikisi. Bilirsiniz necədir? Siyasət əlbəttə emosiyalardan kənarda idarə olunan bir prosesdir. Yəni, siyasətdə mən bunu bugün istəyirəm, məhz bu şəkildə olmalıdır, bu dəqiq olmalıdır, anlayışı yoxdur. Pezeşkiyan edə bilmir deyə etmir. Çünki bugün bəlkə də İran daxilindəki çaxnaşma ki, özləri də neçə gündə onun alarmını verirlər ki, xarici qüvvələr çalışır İranda hər hansı bir çaxnaşmanı yaratsınlar və s. ölkə daxilində. Görünür, onun qarşısını almaqdan ötürü, müəyyən siyasi mülahizələrdən ötürü ciddi şəkildə oradakı dini komanda ilə qarşıdurmaya getmir. Adi bir hicab məsələsində siz gördünüz də, yəni hətta sonradan, hətta bugünlərdə yenidən məsələ qaldırıblar ki, hicabı məcburi eləmək lazımdır İranda. Onun qarşısında Pezeşkiyan dayana bilir. Niyə dayana bilir? Çünki o məsələ artıq İranın bütövünə əhatə edən bir məsələ oldu. Və aylarla İranda davam edən etirazları yarada bildi. İnsanlar öldü, insanlar həbs olundu, düzdürmü? Yəni, Pezeşkiyanın bu qərarının, yəni hicabla bağlı İran Milli Məclisinin qəbul elədiyi qərarın icra etməmə cəhdinin əsası xalqın içində idi.